Əziz izləyicilər, hava şəraiti ilə bağlı olaraq Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi. Sürətin 20.8-dən 28.4 sm-ə qədər təşkil edəcəyi gözlənilir. Gəncə, Daşkəsən, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 20.8-dən 28.4 sm-ə qədər təşkil edəcək. Ölkənin digər bölgələrində isə xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9 sm təşkil edəcək. Çalışın hava şəraitindən asılı olmayaraq hər zaman əhval-ruhiyyənizi yüksək saxlayın. Sonda isə hər birinizdən xahişim kanalımıza abunə olmağı, yayımlarımızı bəyənməyi unutmayın. Sağ olun, görüşərik.